Salam. İçkilərlə dünya tarixindən biz bugün şərab dövründən bəhs edəcəyik və şərab dövrünü bəhs edərkən necə ki biz pivə dövründən bəhs edərkən Mesopotamiyanın tarixinə baxdıq. Şərab dövründən də bəhs edərkən biz əsasən Yunanistan və Romanın tarixinə baxacağıq. Yəni Yunanistan və Romada şəraba baxacağıq. Bundan əlavə olaraq da tibbdə şəraba mövzusuna baxacağıq. Bir də vaxt çatarsa niyə xristianlar şərab içir, niyə müsəlmanlar şərab içmir mövzusuna baxacağıq. Yəni çatdırsam bütün bunların hamısını arxa-arxasına danışacağıq. Çatdırmasaq Yunanlıları ayrı, digərlərini ayrı danışmaq olar. Və deməli biz əslində biraz bu tarixə başqa pəncərədən baxaq. Necə? Bir şölənlə baxaq. Bir şölənlə başlayaq biz bu mövzumuza. Hansı ki təxminən miladdan öncə eramızdan əvvəl 870-ci ildə Assur kralı Assurnasipal yeni paytaxtı Nimrudun şərəfinə bir ziyafət verir. Tarixin görüb görə biləcəyi ən böyük ziyafətlərdən birini verir, təşkil edir və məqsədi burada nədir? Kralın həm öz xalqına, həm də xarici təmsilçilərə gücünü, zənginliyini, qüdrətini göstərməkdir. Gəl gör ki, ziyafətin əsl təsir edici tərəfi burada, əhəmiyyətli məna kəsb edən tərəfi burada kralın içki seçimi idi. O, deməli, Mesopotamiyanın alışılmış içkisi olan pivəyə yox, baş köşəni deməli şəraba vermişdi. Həm saraydakı oyma daş relyeflər onu qamışla pivə içərkən göstərmir, tam tərsinə əlində qızıl kasa ilə, yəni bir kasa ilə təsvir edir. Ehtimal ki, bu kasa qızıldandır və həmin bu kasanın içindəki də şərabdır. Pivənin pabucu desək dama atılmışmıydı? Xeyr. Pivənin deyir o pabucu dama atılmamışdı. Bu ziyafətdə 10.000 küp pivə də ikram edilmişdi, təqdim edilmişdi qonaqlara, amma bununla yanaşı 10.000 tulum da şərab ikram edilmişdir. Və ən cazib tərəfi budur ki, deyəcəyiz bu nə var? Ən cazib tərəfi budur ki, Mesopotamiyada tapılan içki deyildi. Yəni Mesopotamiyada nadir tapılan içkidir şərab. Oraya xas deyildi, oraya məxsus deyildi. Bilirik ki, buraya xas olan içki pivə idi. Şərabı dağlardan ovalara daşımağın maliyyəti, xərci çox böyükdür və bu şərabı pivədən ən az 10 qat daha bahalı edirdi. Və buna görə də Mesopotamiya mədəniyyətində bir egzotik içki, bir yabancı, xarici bir içki olaraq görülürdü. Şərab yerli içki deyildi. Qısaca şərab içməyə ancaq zadəganların gücü çatırdı və əsas istifadəsi də dini idi. Nadir tapılması, yüksək qiyməti olması, bu durumda şərab tapıldığı zaman onu tanrıların içməyinə layiq bir içki edirdi onu. Bir də ən önəmli şey bu ziyafətdə o idi ki, deməli şərabın bir qismini öz bağındakı asmalardan hazırlanmış olması idi. Yəni oraya məxsus olmayan asmaları orada yetişdirməsi özünün elə böyük bir qüdrətini göstərilməyi, təmtəraqını göstərirdi. Asurlar zamanında şərab içmək ayrıntılı, rəsmi bir sosial ayinə çevrildi həmçinin də. Deməli, eramızdan öncə, miladdan öncə 825-lərdə 825-lərə aid bir
Dikili daş Assurnasipalın oğlu 3-cü Şalmanezeri bir günəşin altında otururkən təsvir edir və bu sağ əlində şərab kasəsi tutur, sol əlində də qılıcının qəbzəsində tutur. Belə bir onu təsviri var və ricacı, onun yanına gələn xahişçi, minnətçi ayaqlarının önündə diz çökmüşdür bu təsvirdə və bu cür propagandaların sayəsində şərab və şərab içməklə bağlı olan hər şey, avadanlıq, təchizat və sair, bütün bunlar hamısı gücün, zənginliyin və ayrıcalığın simvolu halına gəlmişdir. Şərab yeni moda olsa da, yəni yeni bir dəb olsa da, əslində yeni içki deyildi. Pivə kimi şərabın da biz kökənini tarix öncəsi dövrlərdə itiririk, onun izini itirmişik və icadı o qədər qədimdir ki, ancaq dolayı formada bizə gəlib çatır. Yəni mif və əfsanələrlə anlatılır bu. Ancaq arxeoloji mənbələr şərabın ilk dəfə Cilalı daş dövründə, təxminən miladdan öncə 9000 ilə 4000 il arasında, bir desək, qabaca desək, bugünkü Ermənistana və Şimali İrana uyğun gələn o bölgədə, daha da dəqiq desək, Zagros dağlarında istehsal edildiyini göstərir. Yabani Avrasiya asmasının Vitis vinifera silvestranın varlığı, həmçinin də şərabçı toplumlar üçün bir illik qida təmin edəcək taxılın varlığı və əsasən də miladdan öncə 6000-lərdə şərab hazırlamaq, saxlamaq və ikram üçün lazım olan o çömləyin, yəni duluzçuluğun icadı bu bölgədə şərab istehsalını mümkün etdi. Şərab sadəcə əzilmiş suyun, deməli üzümün mayalanmış suyundan ibarətdir və ən qədim qalıntısı, ən qədim fiziki qalıntısına biz bir maddi mənbə olaraq torpaq bir küpün içindəki qırmızımtı qalıntı formasında Zagros dağlarındakı bir Cilalı daş dövrü kəndində, daha dəqiq Hacı Firuz təpəsində rastlanır. Və bu miladdan öncə, yəni eramızdan əvvəl 5400-cü illərə aiddir təxminən. Burada doğan şərab bilgisi qərbdə Yunanistan və Anadoluya, cənubda Levant, deməli bugünkü Suriyə, Libnan və İsrail bölgəsinə uyğun gəlir və həmin bu bölgə üzərindən Misirə yayılmışdır. Və Misir Fironu 1-ci Skorpion 700 küp şərabla birgə gömülmüşdür. Fironlar şərabın dadını bildikdən sonra əlbəttə ki, Nil deltasında öz asmalarını əkdilər və miladdan öncə 3000-lərdə onlar məhdud bir yerli istehsala başladılar. Misirdə də həmçinin Mesopotamiya kimi bu seçkinlərin tükətdiyi, istifadə etdiyi içki idi. Çünki burada da şərab yenə nadir tapılan bir içki idi. İqlim əsasən buraya da istehsala imkan vermirdi, uyğun deyildi. Bənzər vəziyyət Şərqi Aralıq üçün də keçərli idi. Miladdan öncə 2500-lərdə Giritdə və ehtimal ki, Yunanistanda üzüm yetişdirilirdi. Bu tarixdən sonraki Yunan miflərində şərabın sonradan Yunanistana soxulduğu, əvvəldən bəri var olmadığı qəbul edilir. Bu mitlərə görə tanrılar nektar içirdi daha əvvəllər. Ehtimal ki, bu nektar bal likörüdür və şərab daha sonra gəldi. Üzüm asmaları zeytun, arpa və buğda ilə bərabər əsasən də zeytun və incir ağacları ilə iç-içə yetişdirilirdi. Deməli, mən əslində bu yetişdirmələrlə bağlı, bağçılıqla bağlı, hətta bunun tarixi ilə bağlı, bütün o üzümlərin necə seçilməsi, yetişdirilməsi, hansı növlərin xəstəliklərinin
Sonra bu şərabın özünün xəstəliklərinin, problemlərinin çox geniş bir şəkildə məlumat üçün nəqli ilə bağlı çox geniş bir şəkildə məlumat üçün Antik Çağda Bağ və Şərab kitabı var. Bundan məlumat ala bilərsiniz. Çox həm də geniş danışılır, həm də burada görsəllərlə də göstəriblər, şəkillərlə göstəriblər. Mövzudan kənar olduğu üçün çox buradakı girə bilmirəm, amma bəlkə də bu mövzuda video çəksəm, bu kitabdan yararlanmağa çox istifadə edərəm. Siz də maraqlanırsınızsa, Antik Çağda Bağ və Şərab kitabını əldə edib oradan oxuya bilərsiniz. Dedim, üzüm asmaları, zeytun, arpa və buğday ilə bərabər əsasən də zeytun və incir ağacları ilə iç-içə yetişdirilirdi. Yenə də Yunan torpağında, Krit adasında miladdan öncə 2-ci minilliyin Miken və Minos uygarlığında şərab seçkinlərin bir içkisi olaraq qaldı. Kölə işçilərin ya da alt rütbəli din xidmətçilərinin ödənəklərində, ödənək siyahılarında şərab yoxdur. Zamanla şərab dini bir içecəklə bərabər, dini bir içki ilə bərabər sosial bir içki olaraq da görülməyə başladı. Gedərək get-gedə yaxın şərqdə və şərqi Aralıq dənizində moda olmağa, dəb olmağa başladı. Əlçatan olması iki mənada artdı. Necə? Birincisi, dəniz yolu ilə şərab ticarətinin həcmi artdığı kimi şərab istehsalı da artır. Daha böyük dövlətlərin və imperatorluqların qurulması da şərabın əlçatanlığını artıran səbəblərdən biridir. Yəni imperatorluqların böyük torpaqları və onların verdiyi qaransiya deyək. Yəni keçiləcək az sərhəd, daha az vergi, daha az yol pulu, dolayısıyla daha ucuz şərab deməkdir. İkinci isə şərab miqdarı artdıqca qiyməti də düşüncə. Deməli, şərab ancaq seçkinlərin deyil, toplumun digər geniş hissəsində əlçatan oldu. Asurnassipal ilə Şalmazerin hökmranlıqları sırasında qızıl, gümüş, at, malqara və digər dəyərli əşyalarla bərabər şərab da xərac olaraq tələb edilənlər siyahısına girmişdir. Ancaq 200 il sonra bundan xərac siyahısından çıxarılmışdır. Çünki ən azından bu Asurda o qədər yayılmışdır ki, artıq hədiyyə olaraq veriləcək qədər bahalı bir içki ya da ekzotik içki sayılmırdı artıq. Hər kəsə əlçatan olmuşdu, yəni. Və şərab coşqusu yerli istehsalın asan olmadığı Mesopotamiyada belə yayılınca şərab ticarəti Diclə və Fırat boyunca genişlədi. Diclə və Fərat çayları boyunca genişlədi. Ağır olması, tez xarab olan olması və bu kimi səbəblərdən onun hətta daşıyan salların belə tək kullanımlıq, tək istifadə olması, bu kimi səbəblər onu bahalaşdırırdı. Həmçinin də şərabı qara yolu ilə daşımaq da çətin idi. Uzun məsafələr olduğu üçün bu yollarda daşımacılıq su üzərindən aparılırdı, yəni daha çox və bu zamanda ağac və qamışdan hazırlanan, düzəldilən bu sallarla həyata keçirilirdi. Sallar da bilirsiniz ki, tək istifadəlikdir. Yəni bir yol gedildiysə, artıq bu saldan geri dönmək olmurdu, yeni sal lazım idi. Bu da onun maliyyətini artırırdı və həmin bu çətinliklər, maliyyətlərin çoxluğu yenə də qiymət artışına səbəb olurdu. Buna görə də şərab Mesopotamiya toplumunda nə qədər dəb olsa da, moda olsa da, nə qədər çoxalsa da, şərab istehsal edən bölgələrdə ancaq yayğın şəkildə
birmənalı olaraq çox istifadə edilmişdir. Gəl gör ki, zəngin olmayanlar, varlı olmayanlar arasında başqa bir içki növü populyarlaşdı. Bu nə idi? Xurma şərabı. Xurma yetişdiyi üçün bu bölgədə, Cənubi Mesopotamiyada xurma şərabı bahalı deyildi. Miladdan öncə 1-ci minildə pivə sevən Mesopotamiyalılar belə artıq ən uyğar və ən mədəni içki taxtından endirilən pivəyə üz döndərdilər və şərab çağı başladı beləliklə. Şərab çağı başlamağı ilə də biz başlayırıq Yunan və Romalılara baxmağa. Deməli, Yunanlıların şərab eşqinin böyüklüyü müzakirəsiz idi. Mübahisə götürülmür heç və şərab simpozium deyilən rəsmi içki partilərində içilirdi əsasən. Simpoziumun bütün xırdalıqlarını da burada deyə bilməyəcəm. Onun üçün də bəlkə Yunan tarixindən bəhs edərkən və yaxud da sadəcə belə bəhs etmək üçün başqa bir video çəkərik. Amma buraya yetdiyi qədər danışacağıq. Deməli, şərab simpozium deyilən dedik rəsmi içki partilərində içilirdi. Simpoziumun rəsmi intellektual havası Yunanlılara pivə içənlər və yaxud da kalitəsiz şərab içən barbarlar qarşısında onlara nə qədər onların öz uyğar olduğunu xatırladırdı. Özlərini sivil, mədəni bir xalq olaraq hiss etdirirdi. Qeyd edim ki, öncəliklə özləri kimi danışmayanlara Yunanlar barbarlar deyirdilər və bilirsiniz ki, daha sonra da Böyük İskəndərin Yunanlıları birləşdirib persləri məğlub edir və Asiyalı xalqlardan kökdən fərqli əslində üstün olduqlarını inanırdılar Yunanlılar və özlərini perslərin qarşılarında görürdülər. Yəni antonim olaraq qarşılarında görürdülər. Perslər nə isə Yunanlılar da onun tam əksi olaraq özlərini təqdim edirdilər. Və antik dünyanın ən böyük tarixçilərindən olan 5-ci əsrdə, miladdan öncə 5-ci əsrdə yaşayan Tuagidisin sözləri ilə desək, Ağdəniz, Aralıq dənizi xalqları zeytun və asma yetişdirməyi öyrənincə barbarlıqdan çıxmağa başladılar. Hətta bir əfsanəyə görə şərab tanrısı Dionisos pivə sevər Mesopotamiyadan qurtulmaq üçün qaçıb Yunanistana gəlmişdir. Belə bir əfsanəyə görə Dionisos asmanın yetişdiriləmədiyi ölkələrdəki o insanlar üçün pivəni yaratmışdır. Bağcılıq miladdan öncə 7-ci əsrdən etibarən bütün Yunanistana yayılmışdır. Böyük ölçüdə ticari şərab ilk dəfə Yunanlılar tərəfindən istehsal edildi və bağcılığa yöntəmli, hətta elmi bir yanaşmanı da onlar gətirmişdir. Yavaş-yavaş taxıl çiftçiliyinin təsərrüfatının yerini asma və zeytun yetişdiriciliyi aldı. Və şərab istehsalı o qədər, necə deyirlər, əslində sənaye təsərrüfatına çevrildi şərab istehsalı. O qədər ki, taxıl ixal edilməyə başladı. Miladdan öncə 6-cı əsrdə Atinada mülk sahibi siniflər sahib olduqları bağlara görə kateqoriyalanmağa başladılar. Kateqoriyalara ayrılırdılar onlar. Şərab istifadəsi o qədər yayıldı ki, kölələr belə içirdi artıq şərabı. Artıq şərab içməməyinizin bir əhəmiyyəti yox idi. Yəni əhəmiyyətli deyildi. Əhəmiyyətli olan şey hansı növ şərab içdiyiniz idi. Artıq hansı növ şərab içməyiniz bir əhəmiyyət qazanmışdı. Yəni şərab yenə də sosial ayrımları müəyyən etmək üçün istifadə edilə bilirdi. Çox keçmədən Yunan şərab qurdları, necə deyirlər, şərabşünasları
şərab həvəskarları, şərab bilginləri deyək, yəni şərab qurtları fərqli yerli və xarici, yabancı şərablar arasında incə fərqləndirmələr etməyə başladılar. Fərdi üslublar ortaya çıxıb tanındıqca fərqli bölgələr müəyyən bir üslubu tərcih edən müştərilər aldıqları o şərabdan, aldıqları şeydən əmin ola bilsinlər deyə öz şərablarını fərqli biçimlərdəki amforalarla nəql etməyə başladılar. Demək, məsələn, miladdan öncə 4-cü əsrdə Siciliyada yaşayan və dünyanın ilk yemək kitablarından biri olan gastronomiyanın yazıcısı olaraq xatırlanan Yunanlı gurme Arxitratros midilli şərabını tərcih edirdi və qədim şərab, yəni yaşı çox olan şərab, yaşlı şərab bir status simvolu idi. Şərab nə qədər yaşlıysa, nə qədər yaşı çoxdursa, uzun ömürlüysə, o qədər yaxşı idi. Yunanlılar üçün nə qədər uzun ömürlü yaşlı şərab içdiyiniz, o qədər kültürlü olduğunuzu göstərirdi. Deməli, şərab pivəyə tərcih edilir. Yaxşı şərab sıradan şəraba tərcih edilir və yaşı çox olan yaşlı şərab da yeni şərablara, təzə şərablara tərcih edilmişdir. Bununla bərabər şərab içdiyinizdə necə davrandığınız da əhəmiyyətlidir. Hətta şərab seçimindən daha çox əhəmiyyətli idi. Yunanlı şair Aiskilos bizim dildə Esxil miladdan öncə 6-cı əsrdə belə deyirdi ki, bronz xarici görünüşün aynasıdır, şərab zehnin aynasıdır. Yunanlılar şərab içməkləri də digər mədəniyyətlərdən fərqli idi. Onlar içmədən öncə şərabı su ilə qarışdırdılar. Simpoziumlarda öncə çox az içki ilə bərabər ya da içkisiz yemək ikram edilirdi. Sonra masalar təmizlənirdi və şərablar ortaya çıxırdı. Atina ənənəsinə görə 3 qədəh şərab adaq olaraq yerə tökülürdü. Biri tanrılara, digəri ölmüş qəhrəmanlara, burada əsasən şəxslərin atalarına aiddir və biri də tanrıların kralı Zeusa. Bu törən sırasında bir qız flört çalır və ardından da ilahi oxuyurdu. Ətrafa çiçəklərdən və asmalardan, asma yarpaqlarından çələnglər qoyulurdu. Bəzən də parfümlər sürülürdü. İçməyə ondan sonra başlana bilərdi. Və şərab öncə krater deyilən, samavara bənzəyən böyük bir kasada su ilə qarışdırılırdı. Hər zaman hidrə deyilən 3 qutlu bir qabdan alınan su şəraba qatılırdı. Yəni şərab suya qatılmazdı. Qatılan su miqdarı hər kəsin nə qədər tez sərxoş olacağını müəyyən edirdi. Eyni miqdarda şərab və su qarışımı, yəni 50-50 nisbətində olan şərab və su qarışımı sərt şərab sayılırdı. Və gəmilərə yükləmədən öncə qaynadılıb yarı-yarıya ya da 1/3 nisbətində azalacaq qədər yoğunlaşdırılan, qatılaşdırılan şərab hardasa 8 ya da 20 qat çox su ilə qarışdırılmalı idi. İsti havalarda da bunlar quyu dibinə sallayaraq ya da daha çox imkanı olanlar, daha çox zəngin olanlar qarla soyudurdular. Qeyd edim ki, qarı da deməli qışda toplayırdılar, samanla örtülürdülər və dərin çuxurlarda saxlayırdılar. Bu təfərrüatlı işlərdir və zənginliyin şahşahanın göstəricilərindən idi. Gözəl bir şərabı su ilə qarışdırmadan içmək Yunanlılar deməli xüsusilə də Atinalılar tərəfindən barbarlıq sayılırdı.
qarışımsız şərabı ancaq kim içə bilərdi? Dionysos içə bilərdi. Yəni onun risksiz bir şəkildə içdiyinə inanılırdı. Hətta Dionysos adətən xüsusi bir vazo ilə təsvir edilirdi ki, yəni şərab içərkən təsvir edilirdi. Bu vazonun təsviri istifadəsi şəraba su qatılmadığının göstəricisidir, onu göstərirdi. Ölümlülər, yəni sıradan insanlar ancaq su ilə qarışdırılmış, su ilə yumşaldılmış şərab içə bilərdilər. Yoxsa dəli ola biləcəklərinə, hırçınlaşacaqlarına inanılırdı. Belə bir inanc mövcud idi. Herodota görə qarışımsız şərabı Qaradənizin şimalında yaşayan göçəri İskit xalqlarından öyrənən Sparta kralı Kleomenes içmişdir və havalanmışdır. Atinalı filosof Platon İskitlərə və onların qonşuları olan Trakiyalılara şərab istifadələri baxımından kültürsüz və budala deyirdi. Su şərabı güvənli etdiyi kimi, həmçinin də şərab da suyu güvənli edirdi və tərkibində mayalanma zamanında sərbəst qalan təbii antibakteriallar var idi, təxmin edərsiniz ki, və Yunanlılar kirli su içməyin təhlükələrini bilməklərinə baxmayaraq şərabın bəlkə də bu təmizləmə xüsusiyyətlərinin fərqində deyildilər, amma şərabla təmizlənən yaralara, deməli su ilə təmizlənən yaralardan daha az infeksiya keçdiyini müşahidə etmişlərsə, bu da şərabın təmizləmə gücünə sahib olduğunu göstərmiş ola bilər. Heç şərab içməməkdə sek içmək qədər pis sayılırdı. Yəni Yunanlıların su ilə qatıb şərab içməsi o sek içən barbarlarla heç içməyənlər arasında orta yoldur demək. Yunanlılar, deməli Yunanın idealı nə idi? Əyyaşla ayıq, duzsuz olanın arasında olmaq, o arasında bir yerdə olmaq deməkdir. Bunu təmin etmək də simpoziumun kralı olan, yəni ya ev sahibi idi, ya da qrupdan səs verməklə və yaxud da püşk atmaqla seçilən birinin işi idi. Ölçülü olmaq təməldir burada. Şiddətə qapılmadan dil azadlığının keyfini çıxarmaq lazım idi. Keyfini çıxarıla bilməsi idi məsələ. Demək, şərab adətən kilix deyilən qısa ayaqlı, iki qulplu yayvan dayaz bir qabla ya da kasa ilə içilirdi. Bəzən də katharos deyilən daha böyük, daha dərin bir qabda ya da hriton deyilən o içki buynuzlarında ikram edilirdi, təqdim edilirdi. Xidmətçilər, demək, simposiarxın təlimatı ilə, simpozium kralının təlimatı ilə kraterdən içki qablarına şərab tökmək üçün bəzən uzun saplı bir çömçəni xatırladan və oinokoxe deyilən bir şərab testisi istifadə edərdilər. Və bir krater bitər-bitməz yenisi ilə əvəz olunurdu, yenisi hazırlanırdı. İçki qablar adətən Dionysosçu şəkillərlə bəzədilirdi. Gözəl bir formada bəzədilirdi, gözəl biçimdə bəzədilirdi. Bu bəzəklər, süsləmələr gedərək daha da artmışdı. Torpaq qablardan istifadə olunan klassik forma qara fiqur texnikası idi. Fiqurlar və əşyalar qara boyalı yerlərə təsvir edilirdi. Ayrıntılar, detalları isə fırınlanmadan öncə çizgilər nəqş edilərək müəyyənləşdirilirdi, daha da belirginləşdirilirdi. Miladdan öncə 7-ci əsrdə Korintesdən başlayaraq bu texnik sürətlə Atinaya yayılmağa başladı.
və miladın öncə 6-cı əsrdən etibarən bunun yerini get-gedə qırmızı fiqur texnikası almağa başladı. Nə var ki, içki qabları da daxil bu qədər çox qara və ya qırmızı fiqurlu çömləyin duluş məmulatlarının çox olması və bu günə qədər gəlib olması sadəcə bu qablardan istifadə edildiyi demək deyildi. Zənginlər torpaq qablar yerinə qızıl və gümüş qablarla içərdilər. Torpaq qabların bu günə qədər gəlib çatmasının səbəbi məzarlara qoyulmuş olması idi. Şərab içmə qaydalarına və rituallarına bağlılıq uyğun avadanlıqların, əşyaların və geyimlərin istifadəsi içənlərin incəliyini vurğulamağa yarayırdı. Simpoziumun bugün tam burada anlatmayacağım onu dediyim kimi videonu, amma simpoziumun demək məqsədi burada təhlükəli bir qarışımın kontroldan çıxmasına mane olan qaydalar vardı. Bu qaydaları ilə simpozium Platon və digər filosofların, fəlsəfəçilərin, filosofların Yunan cəmiyyətinə baxmaqda istifadə etdikləri bir vasitə oldular. Bir neçə nəfərin şərab içərkən müəyyən mövzuda mübahisə etdikləri, danışdıqları bir ədəbi forma olaraq istifadə etdikləri simpozium həqiqətə çatmağın uyğun bir yolu sayıldığını göstərirdi. Bunun ən məşhuru Platonun simpoziumudur. Burada Platon öz müəllimi Sokrat da daxil olmaqla qatılanlar eşq mövzusunu mübahisə edərlər. Eşq mövzusunda mübahisə edirlər və görünüşə görə bir tək Sokrat içdiyi şərabdan təsirlənməyib səhər işinə getmişdir və digərləri sızmışdır. Deməli, Platon onu ideal içici olaraq qəbul etmişdir, içici olaraq göstərir və şərabı həqiqətə çatmaq üçün istifadə edər, kontrolunu itirməz və pis nəticələrə məruz qalmaz deyər. Platonun Qanunlar adlı kitabında qəhrəmanlarının ağzı ilə bir simpoziumda biri ilə şərab içməyin əslində onun xarakterinin sınamağın ən sadə, ən sürətli, ən etibarlı yolu olduğunu vurğulayır. Mənim bir podruqam da vardı, o da rəfiqəm. O da həmişə bu yolu seçirdi, deyirdi. Birini tanımaq istəyirsənsə, oturub ondan deyirdi, içəcəksən. Və eyni zamanda Platon içki içməyi insanın özünü içkinin oyandırdığı o tutkulara, öfkə, qəzəb, eşq, qürur, acgözlük, qorxaqlıq kimi hissləri ilə tutkulara, bu hisslərə təslim edərək öz-özünü də sınamağın bir yolu olaraq görürdür. Simpozium siyasi analogiya üçün də uyğun idi. Deməli, hər kəsin ortaq bir kasədən eyni miqdarda şərab içdiyi bir məclis müasir gözlərə demokratiya düşüncəsinin bir cisimləşməsi kimi görünür. Simpozium sözün tam bugünkü mənasında olmasa da həqiqətən də demokratikdir. Düzdür, qətiyyən ayrıcalıqlı insanlarla məhduddur, amma Atina demokratiyası elə bu deməkdir. Yəni Atina demokratiyasında eyni şey səs vermə hüququ üçün də keçərlidir. Ancaq azad erkəklərin, kişilərin səs vermə hüququ vardır. Yəni nüfusun təkcə 1/5 səs hüququna malikdir. Yunan demokratiyası köləliyə dayanırdı. O sıxıcı, çətin işləri görmək üçün kölələr olmasaydı, erkəklərin siyasətə qatılmaq üçün yetərincə boş vaxtları olmazdı. Yəni fəlsəfə etmək üçün, ağıl yürütmək üçün insanın boş vaxtı olması lazım idi. Platon demokratiyaya şübhə ilə yanaşırdı. Platonun Dövlət kitabında oxumanızı tövsiyə edərəm. Çox sevdiyim kitablardan biridir.
Platonun Dövər kitabında irəli sürdüyünə görə sıradan insanların əlinə həddindən artıq güc verildiyində bu anarxiyaya yol açır və ancaq tiranlıqla yenidən bərpa oluna bilər düzən. Və Sokrat dövlətdə demokratiyanı müdafiə edənləri susamış xalqı sərt azadlıq şərabına mübtəla olmağa təşviq edən pis şərabçılar olaraq qınayır. Başqa sözlə, iqtidar şərab kimidir. Alışıq olmayan xalq tərəfindən həddindən artıq istifadə edildiyində sərxoş edə bilər. Hər iki vəziyyətdə də nəticə kaosdur. Qeyd edim ki, Platon ideal cəmiyyətin başında filozof krallar olan seçkin bir mühafizlər qrupu tərəfindən idarəsinə inanırdı. Qısaca, simpozium insan təbiətini əks etdirirdi. Həm yaxşı, həm pis tərəfləri vardı. Platona görə doğru qaydalara əməl edildiyi zaman simpoziumdakı yaxşı pisə üstün gələ bilərdi. Həqiqətən də Platon Atina yaxınlarında 40 il boyunca fəlsəfə öyrətdiyi və yazılarının da çoxunu yazdığı akademiyasını qurduğunda təhsil tərzi olaraq simpoziumu model almışdır. Hər gün dərsdən və mübahisədən sonra dostluğun keyfini çıxarmaq üçün tələbələri ilə həmçinin də öyrəndiklərini yeniləmək üçün o və tələbələri ilə birlikdə bərabər yeyib içərdilər. Şərab Platonun təlimatlarına uyğun şəkildə əsas olaraq zehni dincləşdirmək üçün və ölçülü ikram edilirdi, təqdim edilirdi. Deyilənlərə görə Platonla axşam yeməyi yeyənlər sabahsı dinc qalxırdı. Yəni onlarda baş ağrısı, yorğunluq, bilməm nə, pis nəticələr belə deyək olmurdu. Musiqiçi və rəqqas da olmazdı. Çünki Platon təhsilli insanların düzənli bir şəkildə sırayla danışıb, bir-birlərini dinləyərək, özlərini əyləndirmələri lazım olduğuna inanırdı. Bugün də eyni formatda biz görürük bunu. Bir akademik fikir alış-verişi olaraq qatılanların sırayla danışdığı və müəyyən edilən sərhədlər içində danışmaq, mübahisə etmə, tartışma və davranmağı təşviq edildiyi, daha doğrusu elmi seminar ya da simpozium formasında biz bunun varlığını davam etdiyini görürük, davam etdirilir. Şərab Yunan mədəniyyətini cisimləşdirirdi. Bu dəyərlər Yunan şərabının ixrac edildiyi yerlərə onunla bərabər gedirdi. Və amfora deyilən Yunan şərab küplərinin dağılımı, paylanması Yunan şərabının populyarlığının və Yunan adət və dəyərlərinin məşhur təsirinin arxeolojik qalıntılarıdır əslində. Miladdan öncə 5-ci əsrdə Yunan şərabı geniş bir coğrafiyaya ixrac edilirdi. Qərbdə Cənubi Fransa, cənubda Misirə, şərqdə Krım yarımadasına və şimalda da Tuna bölgəsinə Yunanlı tüccarlar və kolonicilər şərabla bərabər onun bilgisini, mədəniyyətini də yaymağa başladılar. Bağcılığı İspaniya və Portuqaliyalılara, Portugizlərə, Yunanların yoxsa Finikiyalıların soxduğu bilinməsə də, gətirdiyi bilinməsə də, mübahisəli olsa da şərab hazırlamağı Siciliyaya, Cənubi İtaliya və Cənubi Fransaya Yunanlıların gətirdiyini biz bilirik. Şərab içmək kimi Yunan adət-ənənələri, görənəkləri digər mədəniyyətlər tərəfindən təqlid edilməyə, təkrar edilməyə başlandı, kopyalanmağa başlandı. Şərabı daşıyan gəmilər sadəcə şərabı deyil, eyni zamanda Yunan sivilizasiyasını da daşıyırdılar. Pivəni taxtından endirən şərab ən sivil,
ən uyğar, ən qabaqcıl içki oldu beləliklə. Yunanistanın intellektual uğurları ilə birləşməsi sayəsində bugünə qədər gələn bir status deyərdim mən. Və biz artıq bundan sonra Roma tarixinə baxacağıq. Burada deməli artıq miladdan öncə 2-ci əsrin ortalarına gəldiyimizdə Orta İtaliya xalqı olan Romalılar Aralıq dənizi hövzəsinin hakim gücü olaraq Yunanlıları yerlərindən etmişdi. Amma bu qəribə bir zəfər idi. Baxdığımızda indi nə demək olduğunu anlayacağıq. Bu bir çox Avropalılar kimi Romalılar da Yunan mədəniyyətini mənimsədilər. Beləcə inkişaf etdiklərini göstərmək üçün sanki onları kopyalamağa çalışırdılar və deməli miflərini aldılar, sonra Yunan tanrılarını aldılar. Yunan əlifbasının fərqli bir formasını mənimsədilər, şəklini mənimsədilər. Daha sonra Yunan memarlığını mənimsədilər həmçinin. Hətta kopyaladılar. Təhsilli Romalılar Yunan ədəbiyyatı oxuyur, Yunanca danışa bilir. Və bu kim kimə zəfər qazandı? Burada bir sual olunur, sual verilir. Və hətta bir çox Romalı deməli Yunanlılara bənzəməməyə çalışırkən belə Romalılar öz nüfuzlarını Aralıq dənizi və daha da irəlisinə yaydıqca Yunanlıların intellektual və sənət mirası da çox geniş coğrafiyaya yayıldılar. Buna paradoks deyərdim. Bu paradoksun çarəsi də şərabdır. Belə ki, şərab istehsalı və tükətimi Roma və Yunan dəyərlərini birləşdirməyin bir yoluydu. Romalılar keçmişləri ilə qürur duyurdular. Onlar özlərini əsgərlərə və idarəçilərə dönmüş göstərişsiz bir çiftçi, təsərrüfatçı ölkəsi olaraq görürdülər və uğurlu səfərlərdən sonra Romalı əsgərlər adətən çiftliklə, təsərrüfat sahələri ilə mükafatlandırılırlar. Bağçılıq ən etibarlı bir təsərrüfatçılıq idi, etibar görən bir təsərrüfatçılıq idi. Bağçılıqla onlar deməli bunun vasitəsilə beləliklə Yunan tərzi villalarında ziyafət və içki partilərinin dadını çıxaraq köklərinə bağlı qaldıqlarını özlərinə inandıra bilirdilər. Necə deyirlər? Romalı bəyəfəndi çiftçilər, təsərrüfatçılar. Bağ yetişdirmək sadə idi, amma nəticəsindəki şərab sivilizasiyasının bir simvoldur. Yəni bağın yetişdirməyinin nəticəsində olan o şərab bir simvol halına gəlmişdi. Sivilizasiyanın bir simvolu halına gəlmişdi. Bu səbəblə də şərab Romalılar üçün həm haradan gəldiklərini, həm də nə olduqlarını cisimləşdirirdi. Deməli, Romalı yüzbaşının rütbəsindəki işarə çalışqan çiftçinin, təsərrüfatçının qurduğu bir mədəniyyətin hərbi qüvvətini simvolizə edirdi. Bu işarə bir asma çubuğu işarəsidir. Romalılar yayıldıqca və də miladdan öncə 146-da şimali Kartacanın düşüşü ilə bilirsiniz və Yunan şəhəri Korintosun yağmalanması ilə bərabər Roma əsas Akdeniz Aralıq dənizi hövzəsinin gücü olarkən İtaliya yarımadası da dünyanın ən qabaqcıl şərab istehsal edən bölgəsi oldu. Romalılar Yunan mədəniyyəti kimi Yunan şərabını da mənimsədilər. Yunan adalarından asma fidanları gətirib əkildi. Beləcə sakız şərabı İtaliyada da istehsal edildi. Yunan şərabının əsas da
dəniz suyu aromalı İstanköy şərabının taklitlərini etməyə başladılar, kopyalamağa başladılar. Belə ki, artıq İstanköy bir istehsal yeri olmaqdan çox istehsal yeri işarəsi olmaqdan çıxır və bir stil halına gəlib çatmışdır. Yunanistandakı öndə gələn şərab istehsalçıları yeni ticarət mərkəzi olan İtaliyanın yolunu tutdular artıq. Şərab o qədər populyarlaşdı ki, dolanışıq üçün təsərrüfat tələbatları qarşılamamağa başlayır və şərab istehsalı artarkən taxıl istehsalı geriləməyə başlayır. Şərab istehsalı artdığı zaman və taxıl istehsalının belə gerilədiyi zaman, deməli, Roma Afrikalı kolonilərindən artıq taxıl idxalına başlayır və bu idxaldan asılı hala gəlməyə başlamışlar. Xırda təsərrüfatçılar torpaqlarını satır və şəhərə köçməyə başlayırlar. Roma nüfuzu 0-cı ildə təxminən 1 milyon olmuş və Roma dünyanın ən Türklər demiş kalabalıq metropolu haline gəlmişdir. Və bu arada şərab istehsalda Romada sıxlaşırkən istifadəsi mərkəzdən çox uzaqlara yayılmışdır. Və Romanın yönətdiyi və oradan da uzaqda olan insanlar digər Roma adətləri ilə bərabər şərab içməyi də mənimsədilər. Zəngin Britaniyalılar pivəni və bal likörünü bir tərəfə buraxıb şərabı seçdilər. İtalyan şərabı Şimali Nil və Şimali Hindistana can çatır. 1-ci əsrdə artıq İtalyan şərabı ilə yanaşı Cənubi Qaliya və İspaniya şərabı da istehsala ayaq uydurmağa çalışılırdı və bunun üçün artırılırdı. Şərab Aralıq dənizinin bir yerindən başqa yerinə kölə, quru yemiş, çərəz, cam əşya, parfum və digər ikinci sinif yüklərlə və yaxud da lüks mallarla ibarət olan bərabər o 2-3 min toprak amfora daşıya bilən gəmilərlə bərabər daşınırdı. Bəzi şərab deməli istehsalçıları öz şərablarını özləri daşıyırdı hətta. Amforanın üzərindəki şərab istehsalçının adı ilə gəmi üzərindəki o çapasındakı adın eyni olduğu bataqlıqlar tapılmışdı. Amforalar adətən istifadədən sonra atılırdı. Atıla bilən bir konteyner olaraq qəbul edilirdi. Yəni geri dönüşümü olmayan konteynerlar idi. Və Roma ilə yanaşı Marsilya, Atina, İskəndəriyə və başqa Aralıq dənizi limanlarındakı çöp yığınlarında, zibil yığınlarında deməli mənşələrini, daxilindəki tərkiblərini və başqa bilgiləri də göstərən damğalar tapılan amfora qulpları tapılmışdı. Bunlarla ticarət xəritəsini çıxarmaq olar əlbəttə ki və Roma siyasətinin şərab ticarəti üzərindəki təsirini görmək olar buradan. Romadakı Harera Galbonada təxminən 45 metrlik çöp yığınında tapılan amfora qulplarının çoxu İtalyan şərabındakı istehsalının o geriləmənin yaşandığı miladdan sonra 2-ci əsrə aiddir. Ehtimal ki, bu geriləməyə səbəb vəba xəstəliyi idi. Vəbanın ortaya çıxması ilə, vəbanın yayılması ilə bu geriləmə başlamışdı. 3-cü əsrin başında miladdan sonra 193-cü ildə Septimus Severus iqtidara gəldikdən sonra bazara Şimali Afrika şərabları hakim olmağa başladı. Amma yenə də ən yaxşı şərabın son dayandığı yer, dayanağı Roma idi əlbəttə. Şərabla deməli bu şərab zamanla əldən ələ dolaşıb bütün Roma vətəndaşlarının süfrəsinə yerləşir. Sezar da, yəni Kaiser də şərab içirdi, kölə də şərab içirdi.
və artı amma burada keyfiyyət fərqi var idi. Şərab sosial fərqliləşməyin bir simvolu sayılırdı. Hətta Markus hekayəni bəlkə də bilirsiniz. Markus Antonius gizlənmək üçün kasıb tanışının evində gizlənir qaçırın zamanı və evin xidmətçisi qonaq üçün anidən bahalı şərab alması ilə qonağını aşkar edir. Satıcı Mariusa xəbər verir və Markus Antonius beləcə kəlləsindən olur. Deməli, yəni seçkin birinin ucuz şərab içməyi düşünə bilməzdi və şərab içənin zənginliyini və deməli onun statusunu bildirirdi şərab. O hansı şərabın nə içmən sənin orada statusu müəyyən edirdi, zənginliyini müəyyən edirdi. Roma cəmiyyətinin ən zənginləri ilə ən yoxsullar arasında bərabərsizlik hər iki tərəfin qədəhlərindəki şəraba daha təsir etmişdi. Zəngin Romalılar üçün ən gözəl şərabları tanıma və adlarını saya bilməkləri əhəmiyyətli bir göstəriş idi. Ən gözəl şərabları ala biləcək qədər zəngin olduqlarını göstərirlər və nəyin nə olduğunu öyrənəcək qədər də zamana sahib olduqlarını göstərirlər. Bu adətən mənə geniş o yaşıl örtü ilə sahib olan o geniş bölgələrə sahib olmağı göstərir. Yəni bilirsiniz o örtü ilə olan sahələr su istəyir, vaxt istəyir, məşğuliyyət istəyir, bir növ zənginliyin göstəricisidir. Mənə bunu xatırladır. Və qayıdaq mövzumuza. Deməli, hər kəsin qəbul etdiyi ən gözəl şərab Kampaniya bölgəsində istehsal edilən bir İtalyan şərabıdır. Bu da Falerniandır. Adı lüks simvolu halına gəlmişdi və bu gün belə hələ də belə xatırlanır. Ən gözəl Falernian qızılı rəngə dönənə qədər ən az 10 il gözlədilən ağ şərabdır. Məhdud bir istehsal sahəsi, uzun zaman gözlətmə modası Falernianı son dərəcə bahalaşdırırdı və buna görə də təbii şəkildə seçkinlərin, zadəganların şərabı halına gəlmişdi. Ən məşhur Falernian miladdan öncə 121-ci ildə 120-ci ilə aid olan və o il konsulluq vəzifəsinə gələn Opimiusun şərəfinə ona atf edilən Opimian Falernian deyilən bir şərabdır ki, bu şərab miladdan öncə 1-ci əsrdə Julius Sezar tərəfindən içilmişdir. Və 39-cu ildə, miladdan sonra 39-cu ildə imperator Caligula'ya 160 illik Opimian ikram edildi. Hətta o bu təmtəraq elə idi ki, gələnəkçi, adət-ənənəçi Romalılar qədim Roma tərzinə dönməyi müdafiə edirlər. Yəni onların fikrinə görə göstəriş, bu təmtəraq yoxsulları qıcıqlandıra, qışqırta bilərdilər. Belə müdafiə edirlər fikirlərini. Hətta zənginlərin o lüks zövqlərini məhdudlaşdırma üçün müsriflik qanunları çıxarıldı. Bu çox sayda qanunun bu qanunlara zaten uyulmadığını, diqqətə alınmadığını göstərir. Miladdan öncə 161-ci ildə çıxarılan bir qanun ayın hər günü yeyəcəyə və içəcəyə və əyləncəyə qədər xərclənə biləcəyini, nəyin nə qədərə nə xərc oluna biləcəyini müəyyən edirdi, xərcləri. Sonrakı qanun toy və yas məclislərindəki törənlər üçün xüsusi qanunlar müəyyən edirdi. Hətta ətlərin ikram olunmasını, hətta bəzi ətlərin ikramı tamamilə qadağa idi. Bəzi qanunlar kişilərin ipək geyim geyməməsini deyirdi hətta.
və qızıl vazoları ancaq dini törənlərdə istifadə edin deyirdi və hətta qanunlara riayət edib edilmədiyini kontrol edə bilmək üçün də deməli edilə bilsin deyə yemək otaqlarının çölə baxan pəncərələrinin olmağı əmr edildi. Julius Sezar zamanında müfəttişlər qadağan olan yeyəcəklərə əl qoymaq üzrə arada bir bazarları dolaşırdı və ziyafətlərə basqın edirdilər. Ən zəngin Romalılar ən gözəl şərabları içərkən yoxsul vətəndaşlarda daha aşağı keyfiyyətli şərab içərdilər. Şərabın statusa görə ayarlanması, tənzimlənməsi o qədər həssas idi ki, konvivium deyilən Roma ziyafətlərində içki içənlərə cəmiyyətindəki mövqelərinə görə içki təqdim edilirdi, şərablar təqdim edilirdi, fərqli şərablar təqdim edilirdi. Konvivium öz prototipi simpoziumdan bir çox baxımdan fərqli idi. Simpozium ən azından sözdə teoridə qatılanların bir-biri ilə bərabər hüquqlu, eşit olaraq ortaq bir kraterdən şərab içib həzz və bəlkə də aydınlanma artırdıqları bir forum olduğu halda konvivium tam tərsi, bunun tam əksinə sosial ayrımları, fərqlilikləri müəyyən etmək üçün, vurğulamaq üçün bir fürsətdir sanki. Və Yunanlılar kimi Romalılar da şərablarını suya qataraq içərdilər. Amma bir fərq vardı ki, burada hər içici öz şərabını sulandırırdı. Öz qarışımını özü hazırlayırdı. Yəni görünüşə görə ortaq kraterdən nadirən istifadə olunurdu. Hətta oturma düzəni də simpoziumdan fərqli idi və qeyri-bərabərdir. Çünki bəzi oturaqlar digərlərindən daha yüksək statusda bütünləşdirildi. Konvivium patronlar və müştərilər düşüncəsinə əsaslanan Roma sinif sistemini əks etdirirdi. Müştəri vətəndaşlar deməli patronlarına bağlı idilər və bu patronlar da öz patronlarına bağlı idilər. Hər patron xüsusi vəzifələr qarşılığında müştərilərə yarar sağlayırdı, yarar təmin edirdi. Müştərilər hər səhər foruma gedən patronlarına eşlik edirdilər, onlarla bərabər onları müşayiət edirdilər. Hər patronun maliyyətinin böyüklüyü gücünün işarəsi idi. Nə var ki, bir patron bir müştərini bir konviviuma çağırdığı zaman ona adətən digər qonaqlara ikram ediləndən daha aşağı yeyəcək və içəcək ikram edilirdi və digərləri tərəfindən də, digər qonaqlar tərəfindən də xor görülürdü deyək. Daha adi ucuz şərablara ya xarab olduğunu gizlətmək üçün, ya da qoruyucu olaraq müxtəlif qatqı maddələri qatırdılar. Bal və başqa qatqı maddələri şərabın keyfiyyətsizliyini örtmək üçün istifadə olunurdu əsasda. Mulsum vardı, balla şərabın qarışımı. Rosatum vardı, gül yapraqları ilə, qızıl gül yapraqları ilə dadlandırılmış, yəni də buna bənzər bir içki idi. Hətta bəzi Romalılar səyahətlərində keyfiyyətsiz şərabları dadlandırmaq üçün bitki və digər dadlandırıcı vasitələri, dadlandırıcıları öz yanlarında daşıyırdılar. Bugün də biz görürük, meşə istifadəsi olunmağı ilə eyni məqsəd daşıyırdı, eyni məqsəd idi, bundan fərqli deyildi. Bu qatqılı şərabların altında da, alt pilləkənində də, pilləsində də poska deyilən bir şərab vardı. Poska turşuyub sirkələşən şərab ilə suyu qarışdıraraq hazırlanan içki idi. Poska adətən daha yaxşı şərab tapılmadığı zaman, məsələn, uzun səfərlər sırasında Romalı əsgərlərə verilirdi. Əslində Roma ordusu üçün
daşına bilən bir su arıtma texnologiyası idi bu. Romalı bir əskər çarmıxa gərildiyi sırada İsa Məsihə şəraba batırılan o bir süngər adadığında bəhsi keçən şərab həmin o poska olurdu. Son olaraq da Roma şərab nərdivəninin ən alt basamağında lora deyilən, normalda kölələrə verilən və şərab demək biraz daha çox olur onun üçün. Şərab demək güc istəyən bir içki var idi ki, bu içki demək şərab hazırlanırkən çıxan üzüm çəkirdəklərinin, sapları və qabıqlarının isladılıb, əzilərək hazırlanan alkol dərəcəsi, spirt dərəcəsi aşağı, zəif və acı bir dad olan acı bir şərabdır. Nəticə olaraq baxdığımızda isə, sonuca baxdığımızda isə əfsanəvi Falerniyandan ta ki ən dibdəki Loraya qədər sosial plekanın hər basamağı üçün bir şərab vardı. Yəni artıq hər təbəqə üçün onlara xas şərab növü vardı. Və biz şərab və tibbə baxaq. Tarixdə ən böyük şərab dadım işi miladdan sonra 170-lərdə Romadakı imperatorluq anbarında olmuşdu. Burada bu məlum pul dərdi çəkməyən imperatorlar tərəfindən yaradılan dünyanın ən gözdə deyək, ən seçkin şərab kolleksiyonu vardı. Və Marcus Aurelius'un həkimini dünyanın ən yaxşı şərabını tapmaq vəzifəsi verilmişdi. Məsələn, o bu ambara enmişdir. Həkim Gelenos Hipokrat düşüncələri ilə yetişmişdir və xəstəliyin bədənin 4 maddəsinin qan, bəlğəm, sarı safra və qara safra mayələrinin dəngəsizliyindən, qeyri-tənzim olmasından qaynaqlandığına inanırdı. Və inancına görə də bədənin mayəsi bədənin bir yerində daha çox toplandığı zaman bu toplanması insanı melanxolik, yuxusuz və əsəbi etməkdədir. Qan axıtma kimi texniklərlə deməli bədənsəl mayələri yenə tənzimləmək olardı. İsti, soyuq yeyəcəklər də burada təsirli idi və Galenonun cild yazılarında bu sistem göstərilmişdir və olduqca da təsirli bir rol oynamışdır. Hətta deyim ki, 1000 ildən çox qərb tibbinin təməli olmuşdur. Biz ümumiyyətlə tibb tarixindən də bəhs edəcəyik. Burada da bütün bunları görəcəyik hamısını. Deməli, bu görüşün son dərəcə saçma olduğu, ağlasılmaz olduğu, yəni olduğu ancaq 19-cu əsrdə anlaşılmışdır. Galenos'un şəraba marağı da qismən öz məslək icabı idi. Yəni sənət peşəsi ilə bağlı idi. Gənc doktorkən də, gənc həkimkən də şərabdan istifadə edərək qladiatorların yaralarını dezinfektə edərək müalicə edibmiş. Şərab da bu bədən mayələrinin tənzimlənməsində ona görə istifadə edilə bilərdi. Galenos daima imperatora şərab və şərab baz alan dərmanlar yazardı. Galenosa görə şərab nə qədər keyfiyyətli idisə, tibbən də o qədər təsirli idi. Və ona görə də həmişə yazılarında daima ən yaxşısını tapmağa çalış yazırdı. Heyf ki, Galenos imperatora dərman olaraq istifadəsini uyğun gördüyü o Faustian Falerniyanın istehsal ilini qeyd etməmişdir. Onu bilmirik. Və bu şərabı təyin etdikdən sonra Marcus Aurelius'a tibbi məqsədlə başqası yox, sırf bu şərabı istifadə etməyini israrla istəmişdir. Hətta panzehrini belə bu şərabla içməli idi. Bütün zəhərlərə qarşı belə bir panzehir fikri isə bilirsiniz, miladdan öncə 1-ci əsrdə Pontus kralı Mitridates ortaya atmışdır. Düşünün, kral təcrübə apartdırır və bir sıra məhkuma fərqli
öldürücü zəhərlər verilmiş və nəticədə 41 panzehirdən ibarət bir qarışımda qərar qılır. Qarışım hər gün alınmalı idi və artıq Mitridatesin zəhərlənməklə bağlı narahatlığa əsası olmamalı idi. Gəl gör ki, axırda oğlu tərəfindən taxtdan endirilir. Galenos bu panzehri daha da inkişaf etdirib deyək və bunu Marcus Aurelius'a da dünyanın ən ulu şərabı ilə içdiyini bilirik biz. Gəlin ən sonuncu mövzuya gəldik, çatdıq ən maraqlı mövzuya. Söz verdiyim kimi. Deməli, bəs niyə xristianlar şərab içir? Niyə müsəlmanlar yox sualına cavab verək? Deməli, Marcus Aurelius miladdan sonra 180-ci ildə öldü xəstəlikdən, zəhərdən yox, o qədər panzehir içdi. Və ömrünün son həftəsində də ancaq tiryak və valerian şərabı tükətdi. Onun hökmranlıq dövrünün sonu Romanın da parlaq dövrünün sonu sayılırdı. Onu da heç biri əcəli ilə ölməyən qısa bir deməli qısa ömürlü, heç bir əcəli ilə ölməyən qısa ömürlü imperatorlar silsiləsi izləyir. Hamısı da imperatorluğu qorumaq üçün əlbəttə əlindən gələni ediblər. Bilirsiniz, miladdan sonra 395-ci ildə ölüm döşəyində yatan imperator 1-ci Feodosi müdafiəni asanlaşdırmaq üçün imperatorluğu qərb və şərq olaraq ikiyə bölür. Roma tarixindən bilirsiniz. Hər parça oğulları tərəfindən yönetiləcəkdir. Amma qərb imperatorluğu çox keçmədən çatırdayır. Vizgotlar miladdan sonra 410-cu ildə Romanı yağmaladı bilirsiniz yenə və İspaniyanın böyük bölümü ilə Qərbi Qaliyanı əhatə edən bir krallıq qurdular onlar. Roma 455-də Vandalar tərəfindən bir dəfə daha talan edildi. Nəticədə Qərb imperatorluğu parçalanıb bir sıra ayrı krallıqlara bölünmüş oldu. Yüzillər davam edən və Roma və Yunan ön yargılarına görə, düşüncələrinə görə, əfsanələrine görə, fikirlərinə görə şimaldan axıb gələn qərblilər şərab içən mədəni kültürün yerinə pivə içən barbarlığı keçirməli idi. Amma iqlim bağcılığa çox uyğun olmadığı Şimali Avropalı qəbilələr pivə sevərlər olaraq ad salmışdır. Amma buna baxmayaraq şəraba qarşı bir ön yargıları da yoxdur. Əlbəttə Romalı həyat tərzinin bir çox sahəsi silinib süpürüldü. Ticarət kəsildi və bəzi bölgələrdə şərab daha az tapılmağa başladı. Məsələn, Romalaşmış Britaniyalılar imperatorluq çatırdayınca şərabdan təkrar pivəyə dönmüş kimi görünürlər. Ancaq yeni hökmdarlar idarəni Romalılardan alınca Roma xristian və german ənənələri arasında mədəni bir qaynaşma da oldu. Məsələn, 5-7-ci əsrdə bu əsrlərə aid bir Vizgot qanunlarında bir üzüm bağına zərər verənlərə yaxşı bir cəza verilməkləri deyilir və bu barbarlardan çox da gözlənilən hərəkət deyildi. Yəni gözlənilməyən hərəkət idi. Şərab içmə kültürünün davam etməyində başqa bir faktor da xristianlıqla yaxın əlaqəsi idi. İncilə görə İsa'nın ilk möcüzəsi Cəlila dənizi yaxınında bir toyda 6 küp suyu şəraba dönüşdürməsi idi və İsa şərabla bağlı bir çox məsələ anlatmışdı. Özünü asmaya bənzətmişdi və demişdi ki, mən asmayam, sizsə mənim dallarımsınız deyirdi o tərəfdarlarına. İsa'nın son axşam yeməyində də havarilərinə şərab sunmağı və daha sonra çörək ilə şərabın İsa'nın ətini və qanını simvolizə edən
o mərkəzi xristian ayini Aşayi Rabbanidə şərabın əhəmiyyətli bir rol oynamasına rol açdı. Bu bir çox baxımdan Dionisos və onun Romalı cisimləşməsi Bakus kütləri ilə yerləşən ənənənin bir davamı idi. Yunan və Roma şərab tanrıları İsa kimi şərab yaratma möcüzələri ilə və ölümdən sonra dirilmə ilə bütünləşdirildilər. Onlara ibadət edənlər xristianlar kimi şərab içməyi müqəddəs bir söhbət forması olaraq gördülər. Ancaq fərqlər də vardı əlbəttə ki. Xristian ayin Dionisosçular kimi değildi əlbəttə. Deməli, xristian ayin çox az miqdarda şərabə ehtiyac duyurdu. Amma Dionisosçu ayin həddindən artıq şərab içməyi əmr edə bilirsiniz. Bu Aşayi Rabbani şərab ehtiyacının şərab üretiminin davamını sağlamış deyə bir fikir də var. Bu çox da belə deyil, irəli sürülmüşlər, amma bu belə deyil. Çünki o qədər də çox bir şəraba ehtiyac duyulmurdu. Cəmaət çörək yeyirdi. Şərabı həmin o ayini yönətən rahib içirdi. Və kilsə ərazilərində, monastırlara bağlarda da istehsal da vardı həmçinin. Bununla bərabər şərab mədəniyyəti xristian Avropasında bir ölçüdə qaldığı halda İslamın yüksəlişinin bir nəticəsi olaraq qədim Roma dünyasının digər bölgələrində içmə qəlibləri köklü bir şəkildə dəyişdi. İslamın qurucusu Həzrəti Məhəmməd bilirsiniz ki, 570-ci ildə doğmuşdur və 40 yaşında peyğəmbər olmaq üzrə çağırıldığını hiss edər, bu hekayəni də bilirsiniz və Allah tərəfindən Quran ona təbliğ olunduğu bir sıra yuxu görür. Bu kimi hekayələr bilirsiniz, buna girmirik. Və İslamın hakim olması müsəlmanların dini vəzifələri arasında namaz qılmaq, zəkat vermək kimi varsa var ki, alkollü içkilərdən uzaq durmaq da vardı, bunu da bilirsiniz. Və içkinin bu dini tərəflərindəki qadağa hekayələrini çoxunuz bilirsiniz əlbəttə. Bunlara çox da girməyək. Və amma nə var ki, belə görünür ki, müsəlmanların alkol qadağası daha geniş kültürel güc dəngələrinin nəticəsi idi. Yəni o dini qadağalar deyil əslində. Deməli, nə idi? İslamın yüksəlişi ilə bərabər güc Aralıq dənizi sahillərindəki xalqlardan Ərəbistanın çöl qəbilələrindəki xalqlara qəbilələrinə keçdi. Bu qəbilələr deməli təkərli arabalar yerinə dəvəni, masa sandalya yerinə, stol yerinə mindəri seçirlər, mindərə keçirlər və inkişafın ən güclü simvolu sayılan şərabın istifadəsini qadağan edərək özlərindən öncəki sakinlərə öz üstünlüklərini ifadə edirdilər. Və müsəlmanlar bunu etməklə qədim sivilizasiya anlayışını rədd etdiklərini də bildirmiş olurlar. Şərabın xristianlıqdakı o mərkəzi rolu müsəlmanları şəraba qarşı olmağa yönləndirirdi. Necə ki biz dedik, yəhudilər ətrafdakı xalqlardan özünü fərqləndirmək, seçmək üçün onların qanunlarının ziddi bir qanunlarla ortaya çıxmışdır. O ziddi qanunları ortaya çıxartmışdır. Eyni şəkildə bu da, yəni xristianların mərkəzində şərab varsa, deməli müsəlmanlar da bunun tam tərsini mənimsədilər və müsəlmanları şəraba qarşı olmağa yönəltdi. Tibbi məqsədlə istifadəsi belə qadağan olundu. Hətta qadağa digər alkollü içkiləri də əhatə etdi. İslam yayıldıqca alkol qadağası da yayıldı və nə var ki, alkol qadağası bəzi yerlərdə digərlərindən daha qəti tətbiq olunurdu, digərləri daha yumuşaq tətbiq olunurdu. Məsələn, İbn Nuvas və digər ərəb şairləri əsərlərində şərab təriflənir və texnik olaraq qadağa olmağına baxmayaraq İspaniya və Portuqaliyada şərab istehsalı davam edirdi.
Hətta bizzat Məhəmməd Peyğəmbərin yüngül mayalı xurma şərabından xoşlandığı deməsi İspaniyadakı bəzi müsəlmanların Peyğəmbərin şərabın özünü yox, həddindən artıq içki düşkünlüyünə etiraz edildiyini irəli sürməsinə yol açdı. Belə fikri irəli sürmələrinə yol açdı. Onlara görə yalnızca üzümdən hazırlanan şərab alkolün yüksək olması səbəbilə qadağan olunmuşdur. Yəni buna görə üzüm şərabına alkol dərəcəsini, o xurma şərabının dərəcəsini keçməməsi üçün sulandırılması şərti ilə icazə verilirdi. Yəni üzüm şərabı xurma şərabının dərəcəsinə gəlib çatmalı idi. Bu mübahisəli bir açıqlama idi əlbəttə, amma yenə də onlara bir hərəkət imkanı vermiş oldu. Həqiqətən də müsəlman dünyasının bəzi yerlərində Yunan simpoziumuna bənzər şərab içmə partiləri populyarlaşmış kimi görünür. Hər şeydən öncə şərabı su ilə qarışdırmaq şərti ilə deməli onu biraz o sərtliyini xeyli azaltmaqdaydı və Məhəmməd Peyğəmbərin cənnət bağçası görünüşünə də uyğun kimi görünürdü. Orada da doğru yolda olanlar bilirsiniz ki, möminlər bir çeşmə suyu ilə yumşaldılmış saf şərab içərlər. İslamın Avropadakı irəliləyişi miladdan sonra 732-ci ildə hardasa bugünün Fransasına uyğun gələn Frank krallığının ən karizmatik prensi Charles Martelin deməli ərəb birliklərini məğlub etməsi ilə durduruldu. Tours müharibəsində durduruldu. Bu tarixin dönüm nöqtəsi olan müharibədə əgər olmasaydı fərqli bir tarix danışacaqdıq bu günləri. Dünya tarixinin dönüş nöqtələrindən biri olan bu müharibənin tam öncəsi Avropada ərəb nüfuzunun yüksəlişini görülür və daha sonra Martelin nəvəsi də miladdan sonra 800-cü ildə müqəddəs Roma imperatoru olaraq tac geyinməsi ilə Avropa mədəniyyətinin möhkəmlənməsi və nəticədə yenidən canlanma dövrünün başlanğıcı oldu. Şimali Avropada pivə, cənubunda isə şərab ayrımı bu gün də davam edir. Açıq şəkildə müasir Avropanın içmə qəribləri hardasa 1-ci minilliyin ortalarında kristallaşdı, qəribləşdi və böyük ölçüdə Yunan və Roma təsiri ilə müəyyənləşdi. Bu gün də dünyanın irəli gələn şərab istehsalçıları deməli Fransadır, İtaliyadır və İspaniyadır. Deməli Lüksemburq, Fransa və İtaliya xalqları çox şərab tükədən xalqlardandır. İldə bir nəfərə təxminən 55 litr şərab tükətilir. Bugün isə pivənin ən çox içildiyi ölkələr elə Romalıların barbar dedikləri torpaqlardır. Almaniyadır, Avstraliyadır, Belçikadır, Danimarkadır, Çex Cümhuriyyətidir, İngiltərədir, İrlandiyadır. Deməli, şərab mövzusunda Yunanlıların və Romalıların erkən Yaxın Şərq ənənələrinə əsaslanan tutumları başqa tərəflərdən də varlıqlarını sürdürmüş və dünyanın hər tərəfinə yayılmışdı. Alkolün içildiyi hər yerdə şərab ən uyğar, ən mədəni içki sayılır. İslam ölkələri xaricəsində dövlət yeməklərində, yəni İslam ölkələrindən başqa digər ölkələrin dövlət yeməklərində və siyasi zirvələrində pivə yox, şərab servis edilir, şərab ikram edilir. Şərabın statusu iqtidar və sərvətlə bütünləşən bir nümunəsidir o. Şərab ən böyük uzmanlıq və sosial fərqliləşmə sahəsidir də. Fərqli yerlərin şərablarını dəyərləndirmək Yunanlılarla başladı və şərabın tipi ilə
içənin sosial statusu arasındakı da bağ da Romalılar tərəfindən gücləndirilib bilirdi. Gördüyümüz kimi simpozium və konvivium bu gün şəhər ətrafı qəsəbələrdə axşam yeməyi partilərində yaşayır. Onu da görə bilərik və bu partilərdə yeyəcəyin tükətmə düzəni olsun, çəngəl bıçağın yeri və bənzər mövzularda müəyyən qanunları olan biraz rəsmi bir atmosferdə müəyyən mövzuların siyasət, iş dünyası, hardasa bir ritual halında mübahisəsini şərab körükləri deyərdik və şərabın seçimindən ev sahibi məsuldur və seçim hadisənin əhəmiyyətini və həm ev sahibinin, həm də qonaqların sosial mövqeyini əks etdirməlidir. Bir şərabın deməli aşıb gələn bu şərabın bu təmtəraqı Romanın o tarixi aşıb gələn bir Romalı üçün çox da yabancı bir vəziyyət deyil. Tanıyacağı bir səhnədir. Onun həmən tanıyacağı bir səhnədir. Belə bir dahaki videoda görüşmək üzrə təşəkkürlər. Sağ olun.